Salam. Bugün mən sizə biogen miqrasiya nədir? Onun haqqında az da olsa məlumat vermək istəyirəm. Fikir verin, bu bitkilər, bu ot bitkiləri artıq saralıblar. Bilirsiniz də, yəqin ki, hər bir bitkidə vegetasiya dövrü olur. Vegetasiya dövrü deyəndə, yəni ki, onlar cücərir, böyüyür, yarpaqlayır, çiçəkləyir, meyvə və toxum əmələ gətirir və nəhayət bu gördüyünüz kimi quruyur, yəni məhv olur. O vegetasiya dövrünə aid olsa da, bitki məhv olandan sonra, yəqin ki, bilirsiniz də, onda müəyyən qədər üzü maddələr qalmış olur. Bax, indi bunların tərkibində üzü maddələr də mövcuddur ki, hansı ki, onlarda qalıbdır, amma bunu təbii dövrana qaytarmaq lazımdır axı ki, yenidən canlılar bunlardan istifadə edə bilsinlər. Bunda redüsentlər başlayır fəaliyyətə. Yəqin ki, bilirsiniz də, redüsent olaraq mikroorqanizmlər, göbələklər iştirak eləyir və onlar qida zəncirində hər bir halqadan sonra fəaliyyət göstərirlər. Mən biogen miqrasiyanın 3 növü haqqında sizə demək istəyirəm. Bilirsiniz ki, bunun birincisi mikroorqanizmlərdir. Yəni, bir hüceyrəli, bura çürüdücü bakteriyalara aid etmək olar. İndi bu nəmin təsirindən çürüdücü bakteriyalar bunlarda fəaliyyətə başlayacaq və onların çürüməsini və yəni minerallaşmasını təmin eləyəcək. Həmçinin göbələklər də minerallaşmada iştirak eləyir dedik. Biogen miqrasiyanın dedim ki, 3 növü var. Birinci oldu bir hüceyrəli mikroorqanizmlər, yəni mikroorqanizmlər və onlara çürümə bakteriyaların misal göstərdim. Bunlar çoxluq təşkil eləyir. O mənada üstünlük təşkil eləyirlər ki, bunlar bilirsiniz də 20-30 dəqiqədən bir sürətlə çoxalırlar və çoxalma sürətlə olduğuna görə bunlar üstünlük təşkil eləyirlər. Amma bundan başqa çox hüceyrəli orqanizmlər də minerallaşmada iştirak eləyirlər. Minerallaşmada iştirak edən çox hüceyrəli orqanizmlər ola bilər göbələk olsun, ola bilər heyvanlardan da ola bilər. Üçüncü yerdə minerallaşmada insan iştirak eləyir. İnsanlar da minerallaşmada iştirak eləyirlər. Mən deyərdim ki, biogen miqrasiyada insanların rolu elə də az deyil. Çünki insanlar çoxlu miqdarda maddələrin yerini dəyişirlər və biogen miqrasiyada iştirak etmiş olurlar. Və bunlar minerallaşandan sonra yenidən bunlar digər canlılar tərəfindən mənimsəniləcək. Bax, elə bax, bu bitkiləri görürsünüz, yaxşı bəydə olan. Onlar da minerallaşmadan əmələ gələn həmin mineral maddələrdən istifadə edərək öz vegetasiya dövrlərini başa vururlar. Bu qədər, sağ olun.